Dükkandar, önündə nisyə dəftəri. Bunun da baisi gərdişi dövran. Müəllim, o yoxsul, pulsuz müştəri. Almaq fikrindədir nəsə dükandan. Keçən aylardan da xeylaq borcum var, yox, verə bilmərəm. Dinməyir yazıq. Köhnə borclarını əvvəlcə qaytar, sonra. Düz 5 aydır maaş almırıq. Mənə nə dəxli var? Susur müəllim. Biri müqəssirdir, o biri hakim. Malını satmadı o nisyə. Nədən? Müəllim göy kimi dolub tutuldu. Canını müftəcə verəcəyindən, amma bu dükkandar xəbərsiz oldu. Bilirəm, çətindir, indi neyniyək? Borcunu bir təhər təmizləyəsən. Xətrinə dəyməsin, gəl bir iş görək. Bağımı belləyə bilərsənmi sən? Qayıdıb dükandan bir axşam çağı. Dükkandar gördü ki, bellənib bağı. Baxıb razılıqla o müəllimə, sonra gözlərini bağa zillədi. Ağa ədası ilə təhbircə kəlmə dönüb müəllimə, malades dedi. Dinmədi. Karıxdı müəllim, nədən? 40 il balalara o dərs demişdi. Bu böyük zəhmətə amma kimsədən malades sözünü eşitməmişdi. Bugün mənliyini, əzmini dandı. O bir dükançıdan əhsən qazandı. Əhsən bu zamana, əhsən, afərin, əhsən bu təzada, şükür bugünə. 40 il dərs öyrədən bir müəllimin dükkandar dili ilə öyüldüyünə. Bilmirdim, bu sirri burada anladım. Bircə addım varmış, yalnız bir addım. Alimdən cahilə, qaradan ağa. Müəllim nökərdir, dükkandar ağa.